Salam, mən Səmra Vəliyeva, 4-cü kurs iqtisadiyyat tələbəsi və bugün yanında Səma Sadıqova, biznesin idarə edilməsi tələbəsi, 4-cü kurs. Bəli, bugün ADA Cross Club-ın belə deyim, təşkilatçılığı ilə bizə verilən çox verilən suallar haqqında danışmaq istəyirik. Elə isə başlayaq. Deməli, birinci sual belədir ki, ADA dövlət yoxsa özəl universitetdir? Bu sual ümumiyyətlə mənə çox verilir. Ümidverəm sənə də çox verilir. Qısaca belə cavab verək ki, ADA Universiteti dövlət universitetidir. Bir də ən əsas suallardan biri budur ki, Azərbaycandakı digər universitetlərdən necə fərqlənir? Buna cavab verib demək istəyərdim ki, bir çox faktorla fərqlənir. Məsələn, çətinlik səviyyəsi çox fərqlidir, qiymətləndirilməsi fərqlidir, imtahan strukturları fərqlidir, dərs cədvəlləri fərqlidir və həmçinin dərs cədvəlləri də fərqlidir. Bizim stabil qruplarımız yoxdur. Məsələn, özümüz cədvəllərimizi seçirik, dərslərimizi ayrı-ayrı özümüz seçirik deyə fərqli-fərqli qruplara düşürük. Bir qrupamız olmur ona görə. Bəli. Digər sual belə deyir ki, ADA daha çox teoriyadır, yoxsa sizə praktikal həyatda istifadə edəcəyiniz şeylər də öyrədir? Deyərdim ki, daha çox ixtisasdan ixtisasa dəyişir bu. Amma məsələn, biznesin idarə edilməsində praktiki də var, teoriya da var. Amma praktiki məncə digər ixtisaslara baxanda daha çoxdur biznesin idarə edilməsində. Məsələn, mən öz adımdan deyə bilərəm ki, iqtisadiyyat tələbəsi üçün çox da praktiki bir şey yoxdur. Siz, yəni, bu iqtisadiyyatın belə deyim də, öz təbiətindən asılıdır, daha çox research yönümlüdür, o yüzdən yəni, çox da bir praktiki bir şey yoxdur. Biz artıq digər bir bölməyə keçid edirik. ADA-ya daxil olmaq yolları ilə bağlı sual var. ADA-ya müxtəlif yollarla daxil ola bilirsiniz. Yəni, bu DİM aiddir, SAT-dir, IB-dir. ADA School-dan da daxil ola bilirsiniz. Bu zaman tutaq ki, siz DİM ilə daxil olursunuz. Burada əgər yəni, DİM ilə daxil olursunuzsa və heç bir dil sertifikatınız yoxsa, siz 5 il təhsil alırsınız. IELTS, Duolingo və TOEFL imtahanlarından istifadə edərək siz 4 il təhsil ala bilərsiniz. Yox, əgər bu sertifikatlarınız yoxdur, siz EAPP oxuyursunuz və bu zaman artıq təhsil müddəti 5 il olaraq qalxır. Duolingo imtahanından biraz məlumat verim. Duolingo imtahanı çox insan düşünür ki, yəni Duolingo app var, hamının telefonunda müxtəlif dillər öyrənirlər. Nə bilim, orada riyaziyyat dərsləri də var, müzik dərsləri də var. Duolingo bir imtahandır, 160 bal maksimumdur və ADA Universiteti 105 bal minimal bir şəkildə istəyir ki, siz bakalavrda təhsil ala biləsiniz burada. Struktur olaraq IELTS və TOEFL imtahanlarına bu arada yəni yaxındır. Orada da speaking var, listening var, reading və essay typing var. Online formatda olan bir imtahandır. Evdə oturub yəni öz kompüterinizdən istifadə edərək keçə bilərsiniz o imtahanı. Bir də olimpiyada dedik onu. Olimpiyada yəni vurğulamaq yadımızdan çıxdı. Olimpiyada qalibisinizsə, bu səhv etmirəmsə fizika, informatika və riyaziyyat bəli fənləri üzrə qalibsinizsə, bu zaman ADA-da təhsil ala bilərsiniz. EAPP haqqında səhv tələffüz elədim. Onun haqqında biraz məlumat alaq. Mən özüm də EAPP oxumuşam. EAPP belədir ki, əsasən DİM-lə daxil olan uşaqlara aiddir bu. DİM-lə daxil olursunuzsa, sizin IELTS oxuyanlar kimi, məsələn, SAT oxuyan kimi çox da dil imtahanları ilə bağlı məlumatınız olmaya bilər. Amma buna ehtiyac yoxdur, çünki ADA-nın özünün dil imtahanı var. Bu imtahanda daxil olan kimi bu imtahanı verə bilirsiniz. İmtahandan əgər 60 yuxarı yığırsınızsa, birbaşa əsas təhsilə başlayırsınız. Yox, əgər yığa bilmirsinizsə, 60-dan azdırsa, sizi EAPP proqramına başladılar. EAPP proqramında həmin imtahanın nəticəsinə olaraq qruplara bölünürsünüz. A, B, C, D. Və bu qruplarda da, məsələn, A, B qruplarına düşmüsünüzsə 1 il oxuyursunuz EAPP-ni, amma C ilə D-də oxuyursunuzsa, istədiyiniz şəkildə ya yarım il oxuya bilərsiniz, ya da ki, 1 ilə uzada bilərsiniz yenə də. Bir də bunu da vurğulamaq istəyirəm ki, məsələn, özünüz istəyərək də EAPP oxuya bilərsiniz. 1 il ingilis dili təhsilini seçə də bilərsiniz. Belə bir seçiminiz də var. Belə bir sual da gəlib ki, bəs ADA-ya daxil olandan sonra proses necə gedir? Düşünürəm ki, bu proses SAT-də və DİM-də eynidir. Yəni siz DİM-də məsələn sizə mesaj gəlir ki, tutaq ki, ADA Universitetinə daxil olmusunuz. Mən e-mail
mənə e-mail gəlmişdi, bəli. Və bir tutaq ki, deadline qoyulur ki, bu tarixlərdə siz təsdiq etməlisiniz ki, siz artıq bu ixtisasda oxumaq istəyirsiniz və ada tələbəsi olmaq istəyirsiniz. Təsdiq edirsiniz, adaya yaxınlaşırsınız. Bu zaman bəzi sənəd işlərindən sonra sizə kart da verilir, həmin gün tələbə kartınız da verilir. Belə olur proses. Bir də DİM-də əlavə olaraq da Portal Eduazdan da qeydiyyatdan keçirik. Bu digər universitetlərə düşəndə olduğu kimi əvvəlcə Portal Eduazdan qeydiyyatdan keçəndən sonra e-mail gəlir. Həmin e-maildə də yenə sənədlər var, lazım olan sənədlər, onları da götürüb universitetə gəlirsiniz. Sonra da ingilis dil imtahanı ilə bağlı nüanslar olur ki, o da sonra danışılır. SAT-də səhv eləmirəmsə Portal Edudan qeydiyyatdan keçmək lazımdır. Tam yadımda qalmayıb artıq mənim. İllər keçib üstündə. Bəli. O haqda zaten sizə məlumat verəcəklər, səhv etmirəmsə. Daha belə bir sual var. Adanın yataqxanası varmı? Təəssüf ki, Adanın yataqxanası yoxdur, amma Adanın yaxınlığında, çox yaxınlığında Univerium deyə bir yataqxana var, amma o Adanın deyil, özəl yerdir. Lakin ADA köməklik eləyir ki, əgər rayondan gəlmiş ola bilərsiniz, xaricdən gəlmiş ola bilərsiniz, oradan yer tapmaq sizə köməklik eləyir. Yəni orada bir çox ADA tələbələri də var, lakin sadəcə ADA tələbələrindən ibarət deyil orada qalanlar. Və bunu da deyə bilərik ki, məsələn, aylıq 180-320 dollar təşkil edir ödənişdə, universitetin çox yaxınlığında yerləşir. Bəli. O da Gəncədə yerləşir. Bəli, çox yaxınlığında yerləşir. İndi digər bir maraqlı və daha çox soruşulan suallar da təqaüd ödənişlər, xərclərlə bağlıdır və endirimlərlə bağlıdır. Ya belə deyək, əgər siz DİM-ilə qəbul alan bir tələbəsinizsə, bu zaman belə şərtlər var ki, məhz tutaq ki, 600 və 649 bal aralığında bir bal yığırsınızsa, bu zaman sizə 1 il müddətində 50% güzəşt təklif olunur. Amma bu iqtisadiyyat və riyaziyyat ixtisaslarında fərqlidir. Əgər 600-649 bal yığmısınızsa, bu zaman siz 100%, yəni 1 il 100% təhsil haqqından güzəşt qazanırsınız. 650-688 bal yığdığınızda isə istənilən ixtisasda yenə 100% təhsil haqqı 1 il müddətində, amma riyaziyyat və iqtisadiyyatda isə bu təhsil müddətində 100% güzəştdir. Əgər 689-700 bal arası yığırsınızsa, bu zaman istənilən ixtisasda 100% təhsil müddətində güzəşt əldə etmiş olursunuz. Eyni zamanda olimpiyada əgər qalibisinizsə, bu zaman da bütün belə deyim, xərclərdən azad edilirsiniz. Bunun haqqında bir PDF var. Biz istəyərdik bunu sizinlə bölüşək ki, siz orada daha dəqiq və daha çox məlumat ala biləsiniz. Elə isə başqa bölmələrə keçək artıq. Daha bir maraqlı sual da ADA-nın xərcləri ilə bağlıdır. ADA-da ümumiyyətlə günlük xərclərlə bağlıdır. İstənsə ona mən cavab verim. Deməli, biz deyərdik ki, o qədər də baha deyil, düşünülən qədər baha deyil. Lakin, məsələn, bütün gün ADA-da qalırsınızsa, xərc çox çıxa bilər. O da mümkündür ADA-da, çünki dərsləri yenə dediyim kimi özümüz seçirik. Məsələn, səhər saatlarına dərs düşə bilir, axşama dərs düşə bilir eyni gündə və onda gərək universitetdə qidalanasınız, 2 öğün yeyə bilərsiniz. Amma, məsələn, günlük olaraq əsasən belə olur ki, bir dəfə yemək yeyilir ADA-da. O da ortalama olaraq belə deyək, 10 manat arası xərc çıxır. Əgər bir gün tutaq ki, burada qalmaq istəyirsinizsə, 10 manatdan az və yaxud da 10 manatdan çox xərcləyə bilərsiniz. Bu sizin artıq şəxsi seçimlərinizə qalır belə deyək. Məsələn, hər gün belə deyək 6 manat mix şəkildə əgər yaxşı qidalanırsınızsa 6 manata qidalanmaq olur. Amma sadəcə bir öğün. Məsələn, kofe istəyirsinizsə, digər başqa şirniyyat falan belə şeylərdə qidalanmaq istəyirsinizsə, artıq çox çıxa bilir xərc. Bəli. Biz belə bir sualı keçdik. Bir təqaüd var, bir də universitet daxili aldığınız endirim var. Buna da əslində təqaüd deyirlər, merit-based scholarship, səhv etmirəmsə. Bu necə olur? Əgər siz, bu sizin bir semestrdakı belə deyim, performansınıza baxır. Tutaq ki, sizin GPA-niz, bu arada bu listə girmək üçün minimum 3 GPA-niz olmalıdır ki, siz artıq belə deyim, tutaq ki, bir yarışda competition ora girirsiniz. List of high performance var, Dean's List of Distinction var, bir də Rector's List var. Rector's List 4 GPA-in varsa 100% azad edilirsən təhsil haqqını, amma belə bir şey var ki, student fee bura daxil deyil. Yəni siz bir il ərzində 750 manat tələbə xərci ödəyirsiniz və bura isə bəli, endirim apply edilmir.
Məsələn, dekanın sırasına düşürsünüzsə 50% endirim deməkdir, list of high performance-dasa 25% endirim deməkdir və bu da hər semestr yenilənir, hər semestr performansa əsasən verilir. Sizin ixtisasınızda oxuyan uşaqlarla rəqabətiniz, bəli. Study life haqqında suallar var. Məsələn, birinci sual belədir ki, hər gün neçə saat oxumaq lazımdır? Düşünürəm ki, bu ixtisasdan asılı olan bir şeydir və bu sizdən də asılı olan bir şeydir, belə deyim. Çünki siz artıq universitet tələbəsizsinizsə, sizin müəyyən bir həyat tərziniz olmalıdır. Yəni müəyyən bir bölmə olmalıdır ki, mən təhsilə nə qədər ayırıram, gündəlik aktivitetlərə nə qədər vaxt ayırıram. Belə deyim, mən iqtisadiyyat tələbəsi olaraq öz adımdan deyim ki, məndə on average, ortalama olaraq 3-4 saat mən bir gündə dərs oxuyuram. Dərslərdən, yəni klasslardan əlavə 3-4 saat biz rahat oxuyuruq, yəni. Səndə necədir biznesdə? Biznesdə də əslində oxşardı deyək. Amma belə bir şey var ki, məsələn, hər gün əgər imtahan həftəsi deyilsə bu, imtahan həftəsi deyilsə, quizlərimiz yoxdursa, yəni hər gün dərs oxumaq lazımdır ki, çatdıra biləsiniz. Çünki adada belədir ki, imtahanlar çox tez yaxınlaşır, çatır və imtahanlar da çox çətindir. Buna görə də imtahandan əvvəl oxuyub çatdırmaq mümkün deyil. Ona görə hər gün hər dərsi oxumaq lazımdır. Məsələn, 2-3 saat deyərdim ki, hər gün oxuyuram, amma məsələn, bir gün çatdırıb heç oxuya bilməmişəmsə, gərək onda həftə sonu bütün günü oxuyam ki, həmin həftənin dərslərini çatdıram ki, geridə qalmayım. Belə deyək, bu bir strukturdur, yəni sizin hər gün həyatınızda dərsə ayırmalı olduğunuz müəyyən saatlar var ki, o olmalıdır. Yəni o olmasa həqiqətən də müvəffəqiyyət qazana bilməyəcəksiniz. Yəni cramming deyirlər də, imtahandan əvvəl oturub bütün axşamı biz də oxuyuruq, amma günbə-gün də oxumaq lazımdır ki, imtahanı yaxşı yazaq. Cramming deyərdim çox kömək eləmir. Ya tutaq ki, bütün semestr oxumursan, bir həftəyə çatdırmaq mümkün deyil. Ümumiyyətlə kömək eləmir, amma yəni əgər bütün semestr oxumusansa da adada elədir ki, imtahandan əvvəl bütün gecəni də oxuyursan. Hə, o başqa. Bir sonraki sual da budur ki, adada normal bir gün necə keçir? Bunu sənə istəyərdim. Belədir ki, yenə ixtisasdan ixtisasa dəyişir, amma məsələn, mənim normal bir günüm belədir ki, dərslərə gəlirik, dərslərdən əgər bir dərsimiz varsa, 2 dərsimiz varsa, çox dərs yoxdursa, məsələn, dərsdən çıxandan sonra yemək yeməyə gedirik birlikdə, dostlarımızla birlikdə, ondan sonra məsələn, əsasən klub işlərimiz olur, klub işlərinə gedirik, onlarla məşğul oluruq, kitabxanada dərs oxuya bilərik, bir dərsin o birisi dərsin arasında, belə. Bu arada bizim çox yaxşı kitabxanamız var. Orada həqiqətən çox yaxşı kitablar var. Orada vaxt keçirməyi sizə tövsiyə edirəm. Daha sonra belə yaxşı, çox gözəl bir sual var ki, sosial həyata sahib olub eyni zamanda yaxşı ortalama saxlamaq mümkündür, yoxsa yox? Mümkündür, amma yenə ixtisasdan ixtisasa da dəyişir, amma biraz da insanın nə qədər planlı olduğunuza görə də dəyişir, olmalıdır. Amma yenə deyirəm, çox da sosial olub, çox yüksək GPA biraz çətin ola bilir. Yenə deyirəm, əgər planlı insansınızsa onu da bacara bilərsiniz açığı. Düzdür. Yəni belə deyim də, hər günü yəni heç oxumamaqla, deyim ki, dostlarla çox vaxt keçirməklə, universitetdən kənarı deyim ki, daha çox işləmək istəyirsinizsə, artıq yəni müəyyən qədər mümkün deyil. Çünki işə çox vaxt ayıranda dərs kənarda qalır. Yəni o balansı saxlamaq lazımdır. Bir də ixtisasda yenə dediyimiz kimi bir daha da deyirik ki, ixtisasdan ixtisasa da dəyişir. Bəzi ixtisaslar çox tələb edir, bəzi ixtisaslar yəni dəyişir, ixtisasdan ixtisasa da dəyişir. Bir də belə bir sual da var ki, bütün imtahanları bir gündə qurtarmaq olurmu? Maraqlı sualdır. Bütün imtahanları bir gündə qurtarmaq yoxdur, amma bir həftəyə mümkündür. Onu da biz seçmirik əslində, cədvəl var. Bəli, restriction var, yəni bir günə maksimum 2 imtahan ola bilər. İmtahanın vaxtımızı özümüz seçmirik, o bizə e-mail vasitəsilə məsələn göndərilir ki, imtahandan tutaq ki, bir həftə əvvəl göndərilir ki, bəs bu tarixlərdə sizin imtahanlarınız var. Amma bunu deyərdim ki, bu mənim şəxsi təcrübəmdir bu arada. İmtahana, məsələn, midtermlərdə falan çox vaxt olmur hazırlaşmağa. Yəni bir həftə əvvəl göndərirlər sizə o tarixləri
siz artıq görürsünüz ki, okey, məsələn, gələn həftənin birinci günü sənin artıq imtahanın var, tutaq ki, 4-cü gündür falan. Sən başlamalısan onlara hazırlaşmağa. Bəli, həmin periodda bu arada dərsləriniz də olur, dərs bitmir. Yəni dərs getdiyi müddətdə siz midterm verirsiniz. Yəni 1 ay, 2 ay imtahan periodu deyil, yəni. Maksimum 1 həftə, 2 həftə imtahan periodu. 4 günə bitə bilir yəni. Məsələn, mənim keçən semestrdə 1 həftəyə 4 imtahanım oldu, bitdi yəni, elə. 3 günə qutara bilər məsələn bəzi. Bəli. Belə bir sual var ki, ADA-da oxumaq nə qədər stresslidir? Qəşəng sual. Çox. Yəni maraqlıdır, amma maraqlı olduğu qədər də stresslidir. Bəli. Hər cəhətdən inkişaf edirsiniz əslində bir baxımdan. Həm planlı olmalısınız, strukturu olmalısınız. Həyatınızda sadəcə olaraq dərsləri də verməməlisiniz. Burada bir çox da sosial aktivitə var. Onlara da qoşulmalısınız ki, burnout olmayasınız. Düzdür. Amma stresslidir. Ya stresslidir, yenə deyirəm, bu balansı tutsaz, tutaq ki, strukturunuz var. Okey, mən səhər bu işlərlə məşğulam, günorta bunu edirəm, axşam onu edirəm və bu balansla keçsəz tutaq ki, yəni çox da stressli olmaya bilər. Amma belə ümumi götürsək, yəni dərslərin ağırlığı belə, yəni heç stressiz də deyil deyə bilməliyik. Bir də məsələn qiymətlərə əgər çox GPA haqqında hamı stresslənir. Əgər çox mükəmməliyyətçi fikirləriniz varsa, stres gətirir. Biraz yəni stres gətirə bilər. Digər bir sual. GPA sistemi necə işləyir? Qiymətləndirmə sistemi necədir ADA-da? Ortalama belədir. Bizdə 4 ballıq şkaladır. 4-dən məsələn qiymətləndirilir. Yəni GPA nə deməkdir? Bir average, bir ortalama qiymətiniz deməkdir. Sual necə idi? GPA sistemi necə işləyir? Ümumiyyətlə bundan ibarətdir ki, yəni GPA ortalamadır. Grade ortalamasıdır yəni. Və bir çox şeyə də təsir edir ADA-da. Çox şeyə təsir edir. Exchange semestrində hara yaxşı yerə seçib seçilməməyinizə düşməyinizə təsir edir. Scholarshiplərinizə təsir edir, təqaüd proqramlarınızda. Employability week deyə bir şey var. Employability week deyə bir şey var. Şirkətlərin gəlib sizə iş təklif etməsi falan belə şeylər var. Və bunların hamısında GPA böyük rol oynayır. Belə deyək, performansınızdır. Bizim sizə məsləhətimiz ola bilər ki, minimum 2.5 GPA və yaxud da 3-dən yuxarı GPA-niz olsa, həqiqətən çox yerlərə belə əl çatan olur. 2.5 minimumdur. Onun artıq əziyyət çəkərsiniz ondan az olsa, ümumiyyətlə dərslərə davam etməkdə pass, fail, kəsilməyinləriniz də ola bilər. O artıq minimumdur, amma ideal halda 3.5 möhtəşəmdir, çünki bir çox sizə şanslar verilir, exchange-dən və s. Ona görə də həmişə 3-dən yuxarı, 3.5-dən yuxarısıdır. Bir sonraki sual belədir ki, dərslər necə strukturlanır? Yəni dərslərin strukturu necədir? Dərs vaxtı, fasilələr və yaxud dediyimiz kimi dərslərin seçilməsi. Belədir ki, yenə 1 saat 15 dəqiqədə dərslər və dərslər sistemli deyil. Yəni hər dərs, hər müəllimin özünün dərsinin, özünün saatı olur. Özünü seçirsiniz ki, məsələn bu dərsi götürmək istəyirsiniz. Hansı müəllimlə götürmək istəyirsiniz? Həmin müəllimin öz saatlarından hansını seçirsiniz? Bu cədvəldə özünüz ayarlamalısınız ki, bir dərsinizdən o birisi dərsiniz üstə düşməsin. Saat hansı saatları yenə özünüz seçirsiniz verilən saatların arasından. Belə arada fasilələr də yenə belə yaranır ki, dərs fasilələri 10-15 dəqiqə ola bilər. Yəni o da yenə deyirəm. Sizin seçdiyiniz sistemdən asılıdır. Yəni istəməsən bir günə 2 dərs götürə bilərsiniz, istəsəz 1 dərs götürə bilərsiniz. 4 dərs götürə bilərsiniz. Məsələn öz adımdan mən 5-ci günlərdə məsələn 1 dərsim var idi. Birinci günlər 2, bəzən 3 dərsim var idi. Ya maksimum deyəsən 3 dərs olur salonda, yoxsa 3-dən də çox olur. Bəlkə də 4 olur. Məndə olmuyor bana. Məndə maksimum 3 elə salmışam ki, məsələn 3 olub. Məsələn, amma elə götürə bilərsiniz ki, bir dərsiniz saat 10-dadır, bir dərsiniz axşam saat 4-dədir, 5-dədir, 6-dadır. Yəni belə bir şey də olmur da. Yəni tutaq ki, 5 dərs götürməlisiniz bir semestrdə. Hər günə bir dərs olmur. Yəni bir dərs həftədə 2 dəfə keçirilən minimum. Elə dərs var ki, məsələn bizdə linear algebra var idi, 3 dəfə keçirilən. Kalkulus dərsləri və s. 3 dəfə keçirilən. Grading haqqında. Bəli, onu gözləyirdim. Hamının ən sevdiyi. Syllabus, grading elementləri. Qiymətləndirmə belədir ki, məsələn, hər dərsin qiymətləndirmə strukturu əslində fərqli olur. Ümumiyyətlə, bu grade sistemi belədir ki, A minus, B plus, B belə düşür, B minus, belə gedir. Yəni, biraz fərqlidir Azərbaycan digər universitetlərindən. Amma bundan əlavə, yenə dediyim kimi, hər dərsin fərqli grading olur. Məsələn, bəzi müəllimlərdə
digər universitetlərdə kollektiv olur, final imtahanı olur. Bizdə olmaya bilər final imtahanı, proje ilə olur. Əsasən bir midterm imtahanı olur, bir final imtahanı var. Digər ballarda projelərlə ola bilər, quizlərlə ola bilər, qrup işləri ilə ola bilər, attendance bəzən iştirak bal verir. Necə yaxşı iştirak performansınızla verilə bilər o qiymət. Yəni müəllimə səsinə əsasən dəyişir. Belə. Bəli. Və bu arada biz A minus falan deyirik. Bunların hər biri sizin GPA-nizə təsir eləyir. Tutaq ki, A daha çox sizə bal verir, nəinki A minus və yaxud da B plus daha çox bal verir, nəinki B minus və yaxud da B. Sonra digər sual qayıblar haqqındadır. Bütün universitetlərdə olduğu kimi adada da əgər 7 qayıb şansınız var. Əgər 7-dən çox qayıbınız olursa, bu zaman artıq administrative fail deyilən bir anlayış var. Hansı ki, artıq o dərsdən avtomatik olaraq kəsilirsiniz. Biz dedik attendance-la bağlı, yəni iştirakla bağlı. Burada bilmirəm başqa universitetlərdə belə bir şey var yoxsa yox. Çox yaxşıdır ki, əgər bir dərsdə iştirakınız fulldursa, 100%-dirsə, siz məsələn tutaq ki, müəllimdən asılı olaraq pointlər alarsınız. Məsələn 5 bal sizin ümumi qreydiniz olur. Heç verməyən də var. Məsələn, heç ümumiyyətlə attendance iştirak, yəni dərsdə olmaq, qayıbsızlığa bal verməyən də var, amma bəzən syllabusda dedikdə nəyi nəzərdə tuturuq? Həmin dərsin ümumiyyətlə həmin dərsə olan bütün dərslə bağlı bütün məlumatlar, qiymətləndirilməsi olsun, həmin dərs sizə nə öyrədəcək o olsun. Hər dərsin elə bir həmin faylı olur, müəllimin özünün hazırladığı. O faylda məsələn göstərir ki, ola bilər ki, bir müəllim 10 bal verir dərsə gəlməyinizə sadəcə olaraq və yaxud da biri 10 bal verir dərsə gəlib iştirak etməyinizə, nə dərəcədə iştirak etməyinizə. Yəni belə şeylər hamısı müəllimə görə dəyişir. Bəli. ADA-da yüksək GPA saxlamaq çətindirmi? Bu suala istəsən cavab ver. Çətindir. Ya çətindir. Ya belə deyim, belə cavablandırmaq istəyirəm. Əgər birinci, ikinci kursussa, yəni mənim təcrübəmə artıq 4-cü kursa başlayacağam, yəni biz 4-cü kursa başlayacağıq və bizim təcrübəmiz belədir. İlk 2 il mənə görə dəhşət çətin olmadı. Yəni ilk 2 il yığmaq olar, o GPA-ni saxlamaq olar, amma proqramdan proqrama yenə deyirəm, dəyişir. Bizdə məsələn 3-cü kursdan artıq başladı daha nisbətdə daha çətin, daha iqtisadiyyata bağlı olan fənlər keçilməyə. Artıq burada istər-istəməz biraz düşmələr olur. O da sizdən asılıdır, yəni. Nə qədər yaxşı oxusanız, nə qədər yaxşı keep up eləsiniz, motivasiyanız nə qədər yaxşı olsa, yəni çox da vitəsi olmayacaq, amma belə deyim, təcrübəm üzrə dostlarımla da, özümlə də gördüyüm üçün deyirəm ki, düşür. Yəni 3-də 4-də biraz düşmə ola bilər. Çox oxumalısınız, yenə deyirəm, amma məsələn iqtisadiyyatdır. Yəni çox oxumaq, çox oxumaq lazımdır. Yenə də biznesdə də, digər sahələrdə də çox oxumaq lazımdır. Bu da çətinliyi, yəni yüksək GPA saxlamaq çətinliyi də ondan ibarətdir ki, sadəcə çox oxumaq lazımdır belə. Digər belə bir fəlsəfik sual var əslində. GPA hər şeydirmi? Xeyr, GPA hər şey deyil. ADA-da da yenə digər universitetlərdə olduğu kimi sadəcə olaraq GPA-yə odaqlansanız, başqa heç bir aktivitetlərə qoşulmasanız, məsələn bir çox klublar var, onlara qoşulmasanız, fəal tələbə olmasanız, CV-niz boş olsa, sadəcə olaraq GPA 4 GPA-niz olsa, bu yenə mənfidir. Yəni GPA o qədər də yüksək gətirmir. 3.5, 3.3-dən yuxarı saxlamağa çalışmalısınız, amma eyni zamanda da sosial həyatınıza da, aktivitetlərinizə də önəm verməlisiniz ki, özünüz də gəlişəsiniz insanlara. Digər bir sualımız olan ibarətdir ki, office hours nədir və tələbələr necə bundan faydalana bilər? Deməli, bizim universitetdə ofis saatları var. Bu da hər müəllimlə əlavə vaxt keçirmək üçün, onlardan sualları soruşmaq üçün olan saatdır, vaxtdır, belə deyək. Məsələn, çox lazımlıdır. Əslində, məncə çox da uşaqlar istifadə etmir, ADA-da da olsa da, amma çox istifadə edilən dərslər də var ki, lazımlıdır. Məsələn, deyək, kalkulus dərsidir. Əgər dərsdə hansısa probleminiz varsa, hansısa mövzunu tam olaraq başa düşməmisinizsə, yaxud da, məsələn, ev tapşırığında nəsə sualınız varsa, müəllimə e-mail yaza bilirsiniz, ya da ki, müəllimin əvvəlcədən syllabusda qeyd etdiyi ofis saatında yaxınlaşırsınız ofisinə və o sualı soruşursunuz, daha çox dəqiqləşdirirsiniz və suallarınızın cavabını tapırsınız və məncə çox lazımlıdır. Bəli, istifadə olunsa. Ondan əlavə də istəyərdim əslində objection hours deyə bir şey də var. Orada isə siz yazmış olduğunuz imtahanları, məsələn midterm və ya da final imtahanlarını bir daha görmək istəyirsinizsə, bu zaman yenə müəllimlə əlaqə saxlayıb görə bilirsiniz.
Digər bir sual. Düşünürəm ki, sonuncu sualdır. Bəli, bir sonuncu sual da Summer School-la bağlıdır. Summer School nədir? Yay məktəbi bizim bilimizdə. Ümumiyyətlə yay məktəbinin bir neçə funksiyası var. Yay məktəbi official semestr bitəndən bir həftə sonra falan başlayır o dövrdə. Yay məktəbini nə edə bilərsiniz? Yay məktəbində tutaq ki, müəyyən bir dərs var. Gələn semestrdə dərs yükünüzü azaltmaq istəyirsinizsə, o dərsi götürmək istəyirsiniz, yay məktəbində götürürsünüz. Yay məktəbinin müddəti 1 ay olur və bütün dərslər təklif edilmir, müəyyən dərslər təklif edilir. O tələbata artıq baxır və müəllim əgər işləmək istəyirsə ona baxır. Və digər bir səbəbi ondan ola bilər ki, tutaq ki, Allah eləməsin, kəsilmisiniz bir fəndən və o fənni götürmək istəyirsiniz. Tutaq ki, kalkulus 1-dən kəsilmisiniz və yay semestrində açırlar. O dərsi götürürsünüz və artıq keçirsiniz. Kəsiş prosesi də belə olur, belə deyək. Və yaxud da kəsilmisə semestr daxili də götürə bilərsiniz həmin dərsin təkrarını. Və belə də bir şey var ki, bir fəndən tutaq ki, B- almışsınız. Deyirsiniz ki, yox, bu fəni mən bir də götürmək istəyirəm, A almaq istəyirəm o fəni. Qiyməti artırmaq üçün də istifadə edə bilərsiniz. Gedib götürə bilərsiniz o dərsi. Ödənişlidir, yay məktəbi. İstəyirsiniz ödənişli əsaslarla oxuyun və yaxud da təqaüdlə yenə də pul ödəməlisiniz. Yəni ödəməli olduğunuz məbləğin müəyyən bir faizini ödəyirsiniz hər dərs başına. Səhv etmirəmsə 2 dərs götürmək olur maksimum yay məktəbində. Ola bilər. Qayda dəyişə də bilər. Belə, bu qədər. Düşünürük ki, çox verilən sualların artıq bu epizod üçün sonuna gəldik. Əgər suallarınız varsa artıq başqa bölmələrlə əlaqədar komment hissəsində bildirə bilərsiniz. Digər epizodlarla sizin qarşınızda olacaq inşallah. Sağ olun.